Good day, my dear students and friends. Welcome to my channel. My name is Nata. I'm an English teacher. Salam əziz uşaqlar. Bugün mən yenə də 5-ci sinif dərsliyin ilə test toplusundan istərdim davam etdirim və bugünkü mövzumuz yenə də hobbilər haqqındadır və istərdim ki, variant C-ni işləyəm sizlərlə. Variant C. Read the passage and perform tasks 1-2. Прочитайте отрывок и выполните задание 1-10. Parçanı oxuyun və 1-10 tapşırıqlarını yerinə yetirin. I think it is interesting to have a hobby. Я думаю, что иметь хобби интересно. Məncə hobbi ilə məşğul olmaq maraqlıdır. When you have a hobby, your life becomes interesting. Когда у тебя есть хобби, твоя жизнь становится интересной. Hobbiniz olanda həyatınız maraqlı olur. Collecting different things is a very popular hobby. Коллекционирование разных вещей очень популярное хобби. Müxtəlif əşyalar toplamaq çox məşhur bir hobbidir. Many people collect books and stamps. Многие люди коллекционируют книги и марки. Çox adam kitab və markalar toplayır. Sometimes people collect pictures or cars. Иногда люди коллекционируют картины и автомобили. Bəzən insanlar rəsmləri və ya maşınları, arabaları toplayırlar. My hobby is English. Moje hobby angliski язык. Mənim hobbim ingilis dilidir. I am a very good at it. У меня это очень хорошо получается. Mən çox yaxşıyam. I am fond of reading books in English, listening to the English in radio and watching films in English. Я люблю читать книги на английском языке, слушать английское радио и смотреть фильмы на английском языке. Mən ingilis dilində kitab oxumağı, ingilis radiosuna qulaq asmağı və ingilis dilində filmlərə baxmağı sevirəm. I talk to my foreign friends and it helps me to learn the language. Я общаюсь с моими иностранными друзьями, и это помогает мне изучать язык. Xarici dostlarımla danışıram və bu mənə dil öyrənməyə kömək edir. I enjoy listening to English music and I have got a big collection of CDs. Мне нравится слушать английскую музыку, и у меня большая коллекция компакт-дисков. Mən ingilis musiqisini dinləməkdən həzz alıram və böyük bir CD kolleksiyam var. Və beləliklə mətni biz oxuduq və dinlədik. İndi isə gəlin keçək tapşırıqlara. Мы, значит, прослушали и перевели этот текст. А теперь давайте выполним задание, дорогие мои. Task 1. Tick the correct title. Задание первое. Отметьте правильный заголовок. Tapşırıq 1. Düzgün başlığı işarələyin. A. Pictures and cars. B. My hobby is English. То есть B. Foreign friends. B. Foreign friends. C. My hobby is English. D. Collecting stamps.
Əlbəttə ki, bu C variantıdır. My hobby is English. Вариант C. Ответ вариант C. My hobby is English. А теперь давайте переведем все это на русский. А. Картины и автомобили. Б. Иностранные друзья. В. Мое хобби английский. И Г. Коллекционирование марок. Конечно же, это вариант В. Мое хобби английский. Azərbaycan dilində demək. Şəkillər və avtomobillər. Xarici dostlar. Mənim hobbim ingilis dilidir. Markaların yığılması. Mənim hobbim ingilis dilidir. C variantı. Task 2. Circle the synonym of the word to study. A. To help. B. To enjoy. C. To learn. D. To collect. Əlbəttə ki, to learn. C вариант. Задание 2. Обведите синоним слова учиться. А. Помочь. Б. Получить удовольствие. В. Учиться. И Г. Собирать. Вариант В. Учиться. Tapşırıq 2. Öyrənmək sözünün sinonimini dairəyə çəkin. A variantı kömək etmək. B variantı həzz almaq. C variantı öyrənmək və D variantı toplamaq. C variantı. Task 3. Tick the correct sentence. A. Collecting different things. Collecting different things is not popular. Bu yanlıştır. Это неверно. B. Many people are fond of collecting stamps. Это верно. True. Первое было false, второе true. C. I don't like to collect CDs. False. D. People don't collect pictures or cards. False. Задание 3. Коллекционирование разных вещей не популярно. Это неверно. Б. Многим людям нравится коллекционировать марки. Это верно. В. Мне не нравится собирать компакт-диски. Это неверно. И значит, последнее. Люди не коллекционируют картины или автомобили. Это тоже неверно. Tapşırıq 3. Düzgün cümləni seçin. Fərqli əşyaların toplanması məşhur deyil. Bu yanlışdır. Bir variantı bir çox insanlar marka toplamağı sevirlər. Bu düzdür. C. Mən CD toplamağı sevmirəm. Bu yanlış cümlədir. İnsanlar rəsmləri və avtomobilləri toplamır. Bu da düzgün deyil. Task 4. Fill in the gap with the missing word. I like to watch variant D. Films in English. Demək verilirdi books. A. Books. B. Radio. C. CDs. D. Films. D. Вариант D. Ответ. Films. Задание 4. Заполните пропущенным словом, да? Значит, напишите пропущенное слово в этом предложении, да? Дополните предложение пропущенным словом. Мне нравится смотреть фильмы на английском. А. Книги. Б. Радио. В. Компакт-диски. И Г. Фильмы. Конечно же, это вариант последний. Фильмы. Tapşırıq 4. Mən filmləri ingilis dilində izləməyi xoşlayıram. Demək D variantıdır. Kitablar yaramır, radio yaramır, CDs yaramır. Task 5. Complete the sentence. I learned the language with the help of A. Collecting stamps. B. Pictures and cards. C. My foreign friends. D. Collecting books. Вариант C ответ. My foreign friends. I learned the language with the help of my foreign friends.
Задание пятое. Закончите предложение. Я изучаю язык. Я изучаю язык с помощью моих зарубежных друзей. А. Коллекционирование марок. Б. Картины автомобилей. В. Моих зарубежных друзей. Или Г. Коллекционирование книг. Это вариант В. Моих зарубежных друзей. Tapşırıq 5. Cümləni tamamlayın. Mən xarici dostlarımın köməyi ilə dili öyrənirəm. A. Marka kolleksiyalarının. B. Rəsmlər və avtomobillərin. C. Mənim xarici dostlarımın köməyi ilə də bu variantı idi. Və D. Verilirdi kitablar toplamaqla. Deməli, bizə C variantı lazımdır burada qeyd etmək. C. Mənim xarici dostlarımın köməyi ilə mən xarici dili öyrənirəm. Task 6. Look at the pictures and write what you see. Demək, birinci şəkilə baxırıq. It's a stamp. It's a stamp. B. It's a car. D. It's a picture. D. It's a CDs. Задание 6. Посмотрите на картинки и напишите, что вы видите. Значит, первая картинка – это марка. Вторая картинка – это автомобиль. Третья картинка – это картина. И четвертая – это компакт-диск. Tapşırıq 6. Şəkilə baxın və gördüklərinizi yazın. A variantı. Bu markadır. B. Bu arabadır. C. Bu rəsmdir. D. Bu CD-dir. Task 7. Task 7. Make up word combinations using the words from the passage. To read books. To have a hobby. To learn English. To watch films. Задание 7. Составьте словосочетание, используя слова из отрывка. Читать книги, иметь хобби, изучать английский, смотреть фильмы. Tapşırıq 7. Parçadakı sözlərdən istifadə edərək söz birləşmələri düzəldin. Oxumaq kitabları, sahib olmaq hobbiyə, öyrənmək ingilis dili və izləmək filmləri. Task 8. Complete the dialogue. Complete the dialogue. What is your hobby? Gəlin demək düzgün versiyanı deyək, sonra isə tərcümə edək. What is your hobby? Olacaq belə. I enjoy taking photos. Yəni C variantıdır cavab. İkinci sual belədir. What do you like to take photos of? I like to take photos of old buildings. Yəni A variantıdır bunun cavabı. Üçüncü sual. Do you like to take photos of your friends? Variant D olacaq. Yes, very often. When do you do that? Variant B. When we have a nice time together. Where do you take their photos? Variant E. Usually in the country. İndi isə gəlin tərcümə edək. Задание 8. Завершите диалог, используя, значит, вот эту коробку, да, с надписями. Так, какое у тебя хобби? Мне нравится фотографировать. Что тебе нравится фотографировать? Мне нравится фотографировать старинные здания. Тебе нравится фотографировать своих друзей? Да, очень часто. Когда ты это делаешь? Когда мы хорошо проводим время вместе. Где ты их фотографируешь? Обычно в сельской местности. Tapşırıq 8. Qutudan istifadə edərək dialoqu tamamlayın. Sənin hobbin nədir? Şəkil çəkməkdən zövq alıram. Nə foto çəkməyi xoşlayırsan? Köhnə binaların foto şəkillərini çəkməyi xoşlayıram. Bunu nə vaxt edirsən? Birlikdə gözəl vaxt keçirdikdə.
Onların şəkillərini harada çəkirsən? Adətən kənd yerində. Task 9. Make up sentences with the words from the two columns and draw arrows. Sometimes people collect C variant. Books and stamps. Da? Variant C. Too many people are fond of collecting pictures olacaq. I like to talk English to my foreign friends. I enjoy listening to English music. İndi isə gəlin bu tapşırığı əvvələ rus dilinə tərcümə edək, sonra isə az dilinə. Задание 9. Составьте предложение со словами из двух столбиков и нарисуйте стрелки. Иногда люди коллекционируют книги и марки. Многие люди любят коллекционирование фотографий. Мне нравится говорить с моими зарубежными друзьями. Мне нравится говорить по-английски с моими зарубежными друзьями, да? Мне нравится слушать английскую музыку. Вот так надо было это выполнить. Tapşırıq 9. İki sütundakı sözlərlə cümlələr qurun və oxları çəkin. Bəzən insanlar kitabları və markaları yığırlar. Bəzən insanlar kitabları və markaları yığırlar. Çox adam sevər şəkillər toplamağı. Mən ingiliscə danışmağı xoşlayıram xarici dostlarımla. Dinləməkdən zövq alıram ingilis musiqisini. Və axırıncı 10-cu tapşırığımız, последнее наше, значит, 10-е упражнение. Write how to learn English. Значит, всего я 3 предложения сюда составила, и давайте скажем так. Первое предложение, вот если я вот держу, чтобы вам было видно, да. I learn English at school, but it is not enough to learn English. 2. I watch films in English. И третье, I also read books and do crosswords in English. Значит, задание 10. Напишите, как вы изучаете английский язык. Первое. Я учу английский в школе, но этого недостаточно, чтобы выучить английский. Второе. Я смотрю фильмы на английском. И третье. Я также читаю книги и разгадываю кроссворды на английском. Tapşırıq 10. Mən məktəbdə ingilis dilini öyrənirəm, amma ingilis dilini öyrənmək üçün bu kifayət deyil. 2. Mən həmçinin kitablar oxuyuram və crosswordlar həll edirəm. Və mən ingilis dilində, bəli, bu cümləni də deyək, mən ingilis dilində filmlərə də baxıram. Belə, bu qədər əziz uşaqlar böyünə. Mən sizinlə sağollaşıram, yenidən görüşənədək. Demək, biz sizinlə bugün bu hobbidən yenə danışdıq. Bəli. Və buraları bunu həll elədik. Belə, mənim əzizlərim, bu qədər. Mən sizinlə sağollaşıram. Sağ olun əziz uşaqlar və yenidən görüşənədək. Sağ olun.